Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidil murselin ve ala alihi ve sahbihi ecma'in ve men tabi'ahum bi ihsanin ila yevmiddin. Amma ba'd. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Aziz ve hürmetli, çok değerli Arap Dili Akademiyasının bugün için teşkil ettiği Ərəbcə danışıq dili dərsimizdə iştirak edən yoldaşlarım. Fürsətdən istifadə edib öz ana dilimizdə sizi bir daha salamlayır. Bugünkü işimizə uca Allahdan uğur və müvəffəqiyyət diləyirəm. Biz bu mərkəzdə bir neçə dəfə ərəbcə danışıq dili dərslərini təşkil etmişik. Ərəb dili üzrə danışıq dərslərini təşkil edərkən bir mövzu seçməyə çalışmışıq. Məqsəd həmin mövzu üzrə sizi təlimatlandırmaq deyil. Misal üçün, bugün seçdiyimiz mövzu üzrə biz sizə nəzəri məlumatları təqdim edəcəyik. Bəlkə də bu mövzu üzrə ilk dəfə bugünkü dərsimizdə siz yeni məlumatlar əldə edəcəksiniz. Və əvvəlcədən sözü gedən mövzu üzrə sizdə olan bilik və bacarıqlar, məlumatlar yenilənmiş olacaq, təkrarlanmış olacaq. Bəlkə də düzəldilmiş olacaq. Bu öz yerində. Amma məqsəd burada sizə həmin mövzu üzrə yalnız nəzəri bilikləri vermək deyil. Yaxşı, bəs məqsəd nədir? Məqsəd odur ki, ortada hər hansısa bir səbəb olsun, bir mövzu olsun və biz o mövzu ətrafında danışmağa çalışaq. Çünki əksəriyyətiniz İlk dəfə də bizim bugünkü dərsimizdə iştirak edirsiniz. Bəlkə də növbəti dəfələrdə iştirak etməyirsiniz. Bir neçə dəfə bizim dərsimizdə iştirak edənlər var bu dərsimizdə. Ərəb dili üzrə danışıq dərsləri biri ilə həlqəvari şəkildə əlaqəli deyil, bağlı deyil. Amma kursda təşkil edəcəyimiz dərslər, bugün keçdiyimiz dərs növbəti dərsdə təkrar olunur və ona əlavə olaraq yeni mövzuları öyrənirik. Amma danışıq dili dərsləri müstəqil dərslər. Bu danışıq dili dərsinin bundan əvvəl təşkil edildiyimiz danışıq dili dərsləri ilə əlaqəsi yoxdur. Onu görə bir günlük fikirləşirik. Bugün qoyduğumuz mövzu üzrə də bir gündə sizə bütün məlumatları vermək obyektiv səbəblərdən imkanlar daxil edir. Mövzumuz nədir? Bilən var mövzu haqqında? Bugün müxtəlif ərəb ləhcələri haqqında danışacaq. Bu elə bir mövzudur ki, əgər biz ləhcələri tədris etməyə başlasaq, onun üçün uzun bir vaxt lazımdır. Sistemli bir proqram lazımdır. Yəni, bu mövzunu seçərkən biz sizə bir gündə ərəb ləhcələrini öyrətmək məqsədini güdmürük. Bəs məqsəd nədir? Ortada bir mövzu olsun, bu mövzu ilə bağlı həm əlavə biliklər əldə edək, həm də bu mövzu ətrafında ərəbcə danışaq. Və daha yaxşı olar ki, daha çox siz danışasınız. Çünki bugün sizin ərəbcə danışmağa böyük ehtiyacınız var. Sizin ərəbcə biliklərinizi təkmilləşdirməyə, cilalamağa daha çox ehtiyacınız var. Bəli, bu haqda daha uzun danışmaq istəmirəm. Mənə elə gəlir ki, məqsədimiz və məramımız hamıya aydındır. Gəlin birbaşa dərsimizə keçək. نعم درس المحادثة أو الحوار هاتان الكلمتان تعنيان معنى واحد وما هو المحادثة نتحدث الحوار ما المقصود بالحوار نتحاور مثلا على سبيل المثال أنا أسألك وأنت تقوم بالرد علي وأنا أسألك وأنت تردين علي باللغة العربية وهكذا نواصل كلامنا باللغة العربية وبالنتيجة نحصل على ماذا؟ نحصل على نطق سليم باللغة العربية أليس كذلك؟ نعم درس المحادثة أو الحوار لننظر ما هو الموضوع الذي اخترناه لهذا الدرس. أولا لنتعارف أولا. ما معنى التعارف؟ نتعارف على سبيل المثال أنا أسأل اسمك وأنت
تقوم بالرد علي بنطق لاسمك وهكذا. في هذه الجلسة أو في هذا الدرس طلاب أنا أعرفهم، على سبيل المثال الأخ إلهام، أليس كذلك؟ الأخ اختيار، وكذلك يجانا أنا أعرفها، والأخت الكريمة أنا نسيت اسمك، لطيفة. لطيفة، الأخت الكريمة مريم، الأستاذ أكرم عفوا أكرم، وكذلك الأخ الشان، بقية المشاركين أنا لا أعرفهم. لنتعرف في بداية درسنا. ما اسمك الكريم؟ اسمي فؤاد. فؤاد. نعم. فؤاد، أين تعلمت اللغة العربية؟ أنا تعلمت اللغة العربية فرديا وبعض المشايخ. ما شاء الله. نعم. في أذربيجان. أحسنت. كم مدة؟ تقريبا 4 سنوات. منذ 4 سنوات أنت تتعلم اللغة العربية. جميل جدا. واسمك الكريم؟ اسمي يوسف، هل تتقن اللغة العربية؟ هل تجيد اللغة العربية؟ تتعلم. انظروا أيها الطلاب، أنا لم أقل له هل تعرف اللغة العربية، وإنما ماذا قلت هل تتقن اللغة العربية، وبكلمة أخرى هل تجيد اللغة العربية. Ben sizin dikkatinizi burada ifadeye çekmek istiyorum. Sen Arap dili bilirsen mi deyip sualla müracaat eləmədim yoldaşlar. Mən atqana fiilini işlətdim. Eyni zamanda əcədə fiilini işlətdim. Kim deyər, bu fiillərlə tanışsınız? Atqana, əcədə və yaxud da əhsənə. Bu üç fiilin üçü də neysə daha yaxşı bacarmaq deməkdir. Həl tutqinul lüğətel arabiyyətə, bu demək ki, sən ərəbcə yaxşı danışa bilirsən. Həl tucidul lüğətel arabiyyətə, bu cəvdətun sözündən, keyfiyyət baxımından daha yaxşı danışa bilirsən. Həl tuhsinul lüğətel arabiyyətə, yəni sən ərəbcə yaxşı danışa bilirsənmi? Fikir verin. Bax, bununla da sizin diqqətinizə çatdırmaq istəyirəm ki, hər hansısa bir xarici dili öyrənərkən o dildə olan sözləri və yaxud da qrammatik qaydaları öyrənməklə kifayətlənmək olmaz. Həmin dil üzrə, həmin dildə danışan xalqın mədəniyyətini, həyat tərzini və s. öyrənməklə biz bəlkə də birbaşa ərəb dilini öyrənmirik. Və bundan da dərin daha bir məna var. Ərəb dilini hiss edirik. Çoxlarınıza qəribə gələr, dili hiss eləmək nə deməkdir? Bəli, dili hiss eləmək o deməkdir ki, o dildə yuxu görürük, o dildə danışırıq, o dildə düşünürük. Kimsə özündə bu səviyyəni, bu bacarığı hiss elədisə, bu deməkdir ki, o dili daha yaxşı bilir. Amma adətən, çox nadir hallarda dildə danışan adamlar o mərhələni adlayaraq dili hiss eləmə mərhələsinə keçid alırlar. Böyük əksəriyyət xariciləri nəzərdə tuturan, xarici dili öyrənənləri nəzərdə tuturan, onlar ancaq elə öz ana dillərində düşünüb, xarici öyrəndikləri dilə neysə tərcümə etməyə çalışırlar. Əgər proses sizə hələ də belə gedirsə, siz Azərbaycanca düşünüb ərəbcə danışmağa çalışırsınızsa, o demək ki, hələ biraz çox oxumalıyıq. Təkcə söz əzbərləməməliyik, təkcə qaydaları öyrənməməliyik. Neynəməliyik bəs? Hiss eləməliyik. Misal üçün, dil elə bir fenomendir ki, onu qaydalara istəsək də sığışdıra bilmərik. Və heç də təsadüfi deyil ki, birinci qaydalar, sonra dil yaranmıyor. Birinci dil yaranıb, sonra qaydalar yaranır. Və qaydalar yaranarkən də istənilən qayda ilə bağlı o qədər məsələlər kənarda qalıb ki, biz onlara deyirik istisnalar. Ümumiyyətlə bir qayda tərtib olunur, daha sonra isə kənarda qalanlar, o qaydaya oturmayan məsələlər nə adını alır qrammatikada? İstisnalar. Məsələn, bir Azərbaycanlı bir ərəbə necə başa sala bilər ki, yaşadı olmaq? Yaşadı olmaq. Dolmaq başqa şeydir, doldurmaq başqa şeydir, yaş başqa şeydir. Bu bir ərəbə biz bunu başa salmağa çalışsaq, o təəccüb edəcək ki, niyə bu fiili burada işlətmişsiniz?
Və yaxud da bir ərəb bizə necə başa salsın ki, وَاشْتَعَلَ الرَّأْسُ شَيْبًا. İştəalə o tutub yanmaq deməkdir. Ras baş deməkdir. Şeyba da ağ saç deməkdir. Hətta bir şair şeirlərinin birində deyir ki, Ələ leytə şəbəbə yaudə yevmən fəuxbiruhu bimə fəaləl məşibu. Kaş gedir cavanlığım qaytardı, ağ saçlarım mənə nə etdiyini ona başa salardı. Yəni təsəvvür ki, hərfi tərcümə edildi, və iştəalə o tutub yandı, ər-rəsul baş, şeybə ağ saçlarına. Bu artıq qaydalarla izah olunmur. Bu nə ilə izah olunur? O dini hiss eləmə məsələsidir. Ona görə bax, bugün bizim mütaliə edəcəyimiz, öyrənəcəyimiz mövzunun bir əhəmiyyəti, bir vacib tərəfi də budur. Ərəb ləhcələri. Necə oldu yarandı? Görürsən, ərəb ədəbi dili mi var idi, sonradan mı bu ləhcələr yarandı? Yoxsa ləhcələr var idi, ondan sonra ərəb dili yarandı? Və yaxud da bu günləri onların faydası nədir? Öyrənmək lazımdır mı onları? Lazımdırsa necə öyrənmək lazımdır? Harda istifadə eləyəcəyik biz onları? Bax, bu məsələlərə biz bugünkü dərsimizdə toxunacaq. Nuasilu mevduana ana sa'altu ismaka ve qultu ma ismuka? Yusuf يتكلم باللغة العربية وهو على مستوى الابتدائي. وأنت اسمك الكريم؟ اسمي خيال. حيران؟ خيال. خيال. أحسنت خيال. نعم. أنت أين تعلمت اللغة العربية؟ في الكورس. في الكورس. في هذا الكورس؟ أحسنت. نعم. منذ متى بدأت أن تتعلم اللغة العربية؟ منذ 2 سنة. منذ سنتين. أحسنت. نعم. هل تجد الصعوبة في التعلم؟ هل اللغة العربية صعبة؟ نعم. صعبة. نعم. وأنت الأخت الكريمة؟ اسمي معصومة خانم. معصومة خانم. نعم. أنت أيضا شاركت في دروسنا هذه. نعم. تفضلي معصومة. أنا أعرفك. وكذلك الأخت الكريمة يجانا، أنا أعرفها. والأخت الكريمة لطيفة، والأخت الكريمة مريم. الأخ الشان تتكلم باللغة العربية؟ لا. الأستاذ أكرم أنا أعرفه. والأخت الكريمة أنت؟ اسمي أيسير. أهلا وسهلا بك. نعم. أين تعلمت اللغة العربية يا أيسير؟ أين؟ شهر واحد. Az bile. تعرفين قليلا من اللغة العربية. نعم. أهلا وسهلا بك. وأنت؟ فريد. أهلا وسهلا بك يا فريد. نعم. أين تعلمت اللغة العربية؟ وأنت أيضا جديد. في هذه الدورة تشارك. نعم. أحسنت. والأخ الكريم؟ اسمي روشان. أهلا وسهلا بك يا أخي. أين تعلمت اللغة العربية؟ 4 سنة بالإمارات أبو ظبي. نعم. التعليم الكورسي والمعلم على Skype. نعم. Ahsent. Yoldaşlar bak görürsünüz, kimi biraz çok, kimi biraz az, kimi lap təzədir, kimi ise 6 il, 4 il vaxt sərf edib ərəb dilinə. Biz istəsək də bugün bu dərsimizdə bir metod tətbiq eləyə bilməliyik. Ona görə də dərsləri bulmağa çalışacaq ki, bəzən ərəbcə, bəzən Azərbaycan dilində həm müəyyən qədər bu mövzu ətrafında nəzəri məlumatları əldə edək, daha sonra isə eyni zamanda biliklərimizi də tətbiq edək. Əslində ərəb dili danışıq dərsləri ərəbcə özünü müəyyən qədər ifadə edə bilən tələbələr üçündür. Çünki biz burada sizə şərait yaradırıq ki, daxildə olan hisslərinizi, fikirlərinizi ifadə etməyə çalışasınız. Bir müəllim ki, mən də onları düzəldim deyib ki, bax, burada bu səhvi eləyirsən, bax, onu eləmə. Misal üçün, biraz əvvəl qardaşımız danışarkən qeyd elədi ki, bə'deyn. Bax, bu bugünkü dərsin mövzusudur. Ərəb ədəbi dilində bə'deyn sözü yox. Bu hansı sözün qarşılığıdır ərəb ləhcəsində? Bə'də. Summa, bə'də sözlərinin ərəb ləhcəsində ifadə olunan bə'dənin qarşılığı məhz budur. İzən, təarafna. Və ənə səəltukum an əsmaikum və əntum qultum li əsmaikum.
الموضوع يعني الموضوع الذي سنتحدث حوله هو اللهجات العربية. اللهجات العربية. ماذا نعرف عن اللهجات العربية؟ هل هذا السؤال مفهوم؟ الكل فهم ما هو المقصود في هذا السؤال؟ إلهام، ما معنى هذا السؤال؟ ترجم لي إلى اللغة الأذربيجانية. Ərəb ləhcələri haqqında nə başa düşürsün, nə bilirsən? Əhsən, bəli. Ərəb ləhcələri haqqında nə bilirik? Gəlin bir Azərbaycancada olsa hərəmiz öz fikrimizi deyək. Ərəb ləhcələri dedikdə nə başa düşürük? Nə bilirik biz ərəb ləhcələri haqqında? İxtiyar, nə bilirik? Yani bizim İstəyən ərəbcədə fikrini ifadə edə bilər. Arzu olunan da odur. bizim dilde olduğu kimi yani muhtelif dəvirlər, muhtelif məkanlardan səbəbiyle yani oradaki insanların məhəlli şəkildə birbirini anlaması üçün ortaya çıxan bir məsələdir. Necə ki bizdə məsələn şəkil ləhcəsi var, müxtəlif rayonlarda. Bunun nə faydası var? O bölgənin insanları birbirini daha yaxşı, daha sadə bir şəkildə başa düşür. Ama Məryəm, aydındır ki, razısan mı kızım onun sözüyle? Yani şəki ilə Quba ləhcəsi arasında olan fərqdir mi ərəb dilində? Ərəb əmirlikləri ilə deyək ki, Misir ləhcəsi arasındakı fərq? Tamamıyla demezdim çünkü Ərəblər o dönemde qəbilə formasını yaşayırdılar ve her qəbilənin özünə xas diyalekti var idi. Hatta indi müasir dövrdə də bəzən iki fərqli ləhcəni danışan ərəb bir-birinin başa düşməsini çətinlik çəkir. Amma bizdə elə bir problem yaşanmır. Bəli. Deməli, həm razılaşmaq olar, Və qismən. ixtiyarın fikri ilə, həm də razılaşmaq olmaz. Razılaşırıq o mənada ki, bəli də ondan da ləhcə dedikdə bizim ana dilimizdə də ləhcələr var. Azərbaycan ədəbi dili var, bir də dialektlər, ləhcələr var. Amma razılaşmadığımız ixtiyar nüans odur ki, bizdə elə bir ləhcə yoxdur ki, o ləhcədə bir vətəndaş bir 5 dəqiqə danışsın, biz ondan heç nə başa düşməyik. Elədir? Yəni, biraz başa düşməyəcək. O biraz şəkilçiləri və bəzən səsinin tonunu, filanını zanı dəyişəcək. Bizə qəribə gələcək. Amma biləcək ki, biz o nə demək istəyir. Amma məsələ burasındadır ki, ərəb ləhcələrində hərə öz ləhcəsində danışsa, indi biraz sonra mən sizə o nümunələri göstərəcəm. Görəcəksiniz ki, sanki başqa dillərdə danışırlarmış. Misal üçün, Misirlidir ki, Qaya'l məktəb müsəllim aleyyə ley. Qaya'l məktəb müsəllim aleyyə ley. Amma İraqlı deyir ki, Qaya'l məktəb müsəllim aleyyə liyeş. Qaya'l məktəb müsəllim aleyyə liyeş. Fikir verin. Ərəb ədəbində deyir ki, əteytə iləl məktəbi və ləm tüsəllim aleyyə liməzə. Bir də tərcümə eləmədən deyim. Baxın görüm, eyni şeydir. Qaya'l məktəb müsəllim aleyyə ley. Qaya'l məktəb müsəllim aleyyə liyeş. Əteytə iləl məktəb və ləm tüsəllim aleyyə liməzə. Amma şəkili nə deyir? İşə gəlmişsən mən deyə. Salam verməmsən mən. Quba nə deyir? İşə gəlmişsən, amma niyə salam verməmsən mənə? Başqası heç o başa düşdükdə, amma burada görəcək, biraz sonra ərəblərin öz dilindən eşidəcək ki, biz bir ərəb, bu başqa bir ərəbin o ləhcəsini başa düşmür. Sonra, əgər bu dərsdə mənim yadımdan çıxsa, siz mənim yadıma salın ki, o suala da cavab tapaq ki, bəs neyniyək biz? Bir də ərəb dilində öyrənməyə, ərəb dili öyrənməyə qoyalmı bir qırağa? Çünki 20-dən artıq ərəb dövləti var. Hərəsində bir ləhcəsi varsa, biz onda bəli, öyrəndiyimiz dil heç işə yaramayacaq bəlkə. Bu suala aydınlığı gətirək cavab. Çünki tez-tez suallar verirlər. Bir çoxu da ərəb dili öyrənməkdən ona görə imtina edir ki, ərəb dilində filan qədər ləhcə var. Onların hamısını öyrənib başa çıxmayacaq. Buna da bir ömür çatmaz. Gedə elə bir dili olan xalqın dilini öyrənək ki, sabahları onu da biz o dil üzrə də mütəxəssis ola bilək. Baxın, bir dəfə mənə bir həmkarlarımızdan biri
zəng edib məsləhət almaq istəyirdi. Deyir, mən kitab yazmaq istəyirəm. Bəli, mənə nə məsləhət bilirsiniz? Deyirəm, ərəb dilini nə qədər müddətdə öyrənirsən? Deyir, 10 ildən yuxarıdır müəllim, mən ərəb dilini öyrənirəm artıq. Özümdə belə qənaətə gəlmişəm ki, mənim artıq kitab yazan vaxtım gəlib çatır. Mən ondan soruşuram ki, heç sən nə vaxtsa ərəb dilini tədris eləmisən? Deyir ki, yox müəllim, mən tədris eləməmişəm. Deyirəm, sən onda kitab yazma. Yəni, dərslik yazmaq təkcə bir sahəni bilməklə kifayətlənmək demək deyil. O sahənin problemlərini bilmək lazımdır. Misal üçün, təlimlərdə də biz bunu tez-tez təkrar edirik. Heç bir ərəb müəllimə, bəlkə də heç bir ərəb tələbə belə bir sual verməyib. Dəftər sözü kişi cinsindədir, bəs bunun qadın cinsində olan variantı necədir? Niyə? Çünki ərəb dilini öyrənən ərəbdə heç belə bir sual yaranmırdı. Amma bizdə, biz bu cins kateqoriyasını keçəndə bizim tələbələrimizdə bu sual mütləq yarandı. Və yaxud da bitişən, bitiş ayrı işlənən əvəzlikləri bir-birinə qarışdırmaq. Sözümü ona gətirirəm ki, bax, biz bəzən ərəb dilində ləhcələr çoxdur, onsuz da hamısını öyrənə bilməyəcəksiniz deyib, ərəb dilini öyrənmək istəyənləri bu sahədən uzaqlaşdırırıq. Və bir də harda uzaqlaşdırırıq, deyirik ki, ərəb dilində 28 hərf var. Ərəb dilini öyrənmək istəyən sevinir ki, bizdən də bir 4 hərf azdır. Sonra qayıdıb deyirik ki, hər harfin ancaq 4 dənə yazı şəkli var imiş. O da 4'ü vurur, 28'i vurur 4'e, görür nə qədər hərf çıxdı. Deyir ki, bu mənim işim deyil desin. Amma məsələ bundadır ki, ərəblər özləri bu hərfin başda yazılan formasıdır, bu ortada yazılan formasıdır, bu axırda yazılan formasıdır, elə öyrətmirlər öz dillərini. Və son dövrlərdə ərəblərdən bu sözləri eşidə bilərsiniz. Əl-harfəl-ləzi yəti fi bidayətil kəlimə vəl-harfəl-ləzi yəti fi vasatil kəlimə, əl-harfəl-ləzi yəti fi nihayətil kəlimə. Amma bu sonralar artıq xaricilərdən öyrənilmiş bir şey. Görürlər ki, onlar elə öyrənirlər ərəb dillərini. Onlar da başlayıblar ki, o cür öyrətməyə çalışsınlar. Amma mən 20-30 il bundan qabaq təxminən o cür tədris üsuluna heç rast gəlməmişdim. İndi müasir dövrdə rast gəlirəm ki, bəli, ərəblər də bu sözləri deyir. Ərəb dilində hərflərin 2 xüsusiyyəti var. Bir, əsas xüsusiyyət. Birləşən hərf, bir də birləşməyən hərf. Qardı get. Bir dənə başa salmaq lazım. Məsələn, bə hərfi birləşən hərfdir. O xətti qoyub onu birləşdirmək lazımdır. Yoxsa ayrı-ayrılar. Gəlin, indi biz öz ana dilimizdəki A hərfini də elə bölək. Deyir ki, xətt qoymasam A-nı yazaq. A-nın sonundakı o xətti biraz uzatsaq, o olacaq başda gələn forması A. Əvvəlində də bir xətt olsa olacaq ortada gələn forması. Və s. Belə eləmək məqsədə uyğundur. Baxın, bu ləhcə məsələsinə də yenə də deyirəm, əgər mən unutsam, siz mənim yadıma salın ki, mənim o başda demişdiniz, bu ləhcələri bizi narahat edir. Nədir bu sualın cavabı? Bu ləhcələri öyrənə bilməyəcəksə, bu ərəb dilini öyrənməyin faydası nədir? Ləhcələr bu qədər mi vacibdir ərəb dilini öyrənənlər üçün? Yəni, ərəb ləhcələri öyrənməsək, ərəb dilini öyrənsək, bu kifayət edərmi? Bu barədə danışırıq. Və bu suala artıq aydınlıq getirdik. Mədə na'rifu anil ləhəcətil arabiyyə və el-məqsudu fi həzə sual ما معنى اللهجات العربية؟ ما المقصود بها عندما نقول في اللغة العربية لهجات متنوعة ومختلفة ومتعددة؟ ماذا نقصد بها؟ وتوصلنا إلى نتيجة واحدة. الاختلاف في اللهجات العربية اختلاف نطقي. اختلاف نطقي. المصري يقول ليه، العراقي يقول ليش، العرب باللغة الفصيحة يقولون ماذا، لماذا، أليس كذلك؟ إذن الاختلاف في اللهجات العربية اختلاف نطقي واختلاف صرفي. Morfoloji bir fərq də var ərəb ləhcələrinin arasında, müxtəlif ərəb ləhcələrində. Və hunaka şey'un axar, ixtilafun dilaliyyun. İxtilafun dilaliyyun.
Elə söz var ki, bir ərəb ləhcəsində bir məna verir, başqa bir ərəb ləhcəsində isə başqa bir məna verir. Bu təkcə ərəb dilinə məxsus bir xüsusiyyət deyil. Nə mənə diləlir? Diləli, minət dilələ, dilələ. Yəni, dəlalət nöqteyi nəzərindən, məna nöqteyi nəzərindən olan fərq. İxtilafın diləliyi. Əl-kəlimə dilələtun, dilələ. Deməli, bu təkcə ərəb dilinə məxsus bir xüsusiyyət deyil. Elə türk dillərinin özlərində də bu fərqlər var. Misal üçün, düşmək bizdə enmək deməkdir. Amma Türkiyəlilərin ləhcəsində deyək nədir? Yıxılmaq deməkdir. Yəni, bu belə məna fərqləri də var ərəb ləhcələri arasında. Naqtaqlu ilə sualin axar. من الذي وضع اللهجات العربية؟ هذا سؤال مهم جدا. الأخت لطيفة، ما معنى هذا السؤال؟ من الذي وضع اللهجات العربية؟ Ərəb dili ləhcələrini Aha. kim qoyur? Kim nəyi qoyur? Bak, Ərəb dilində bu vada'a kəlməsi qoymaq mənasını da verir. Amma nə mənasında verir? Ortaya çıxarmaq, yazmaq mənasında. Yəni əsasını qoymaq mənasında da istifadə olunur. Bax, biz dediyimiz kimi, Azərbaycanda misal çəkdi, dedi ki, yaşa dolmağı digər ərəb dilinə başlasın. İndi ərəb dilini hiss edən adam da, məhz burada mənilləzi əssəsə əl-ləhəcətil arabiyyətə desə, biz anlayırıq ki, o Azərbaycanca düşünüb ərəbcə danışmağa çalışır. Amma bu vada'a hər hansısa bir elmin məsasını qoymaq lazım. Məsələn, ərəb qrammatik kitablarında biz rast gələcək ki, Əl-vadi'u li'ilmin nahvi huvəl-imam Ali kərramallahu vəcə. Ərəb qrammatika elminin banisi İmam Əli radiyallahu anh. Kim İmam Əlinin qrammatikaya dair kitabının adını çəkər? Yoxdur. Bəs niyə o ərəb ədəbi dilinin, ərəb qrammatika elminin banisi hesabı? Çünki ilk dəfə o istiqaməti o verir. Ümumiyyətlə, elmlərdə belə bir tendensiya var. İstiqaməti o verir. Amma onun layiqli davamçıları Əbul-Əsvəd Əd-Duəli rahiməhullah məhz onunla başlayıb ərəb dilinin qrammatika elminin təşəkkül tapması, sonra Xəlil bin Əhməd Əl-Fərahidilər, Sibaveyhilər, ondan sonra məşhur alimlər, filologlar bu xətti davam elətdiriblər. Günün bu günündə də elə ərəb qrammatika elmində istinad olunan əsas kitabın banisi Xəlil bin Əhməd Əl-Fərahidinin tələbəsinin yazdığı, Sibaveyhinin yazdığı Əl-Kitab əsəri. Hətta o qədər qiymətlidir ki, dövründə o kitabı yazıb hədiyyə edirlər, qiymətli bir hədiyyə kimi. Lə nəbtə'idu, aleyna lə nəbtə'idə anil mövzu, mənilləzi vada'a əl-ləhəcətil arabiyyə. Məlum oldu ki, bu sualda nəzərdə tutulur ki, ərəb ləhcələrini kim yazmış? Kim qoyub bunun əsasını? Maraqlı sualdır da. Bu sualdan bir sual da çıxarmaq olar. Ləhcələrdən ərəb ədəbi dili yaranıb, yoxsa ərəb ədəbi dilindən ləhcələr yaranıb? Fuad iddiadın? Xəyal. Fuad kimi? Sən nə düşünürsən bu asıra? Xəyal. Birinci fəsir olaraq. Asıra. Birinci fəsir yaranıb, ondan sonra ləhcələr yaranıb. Niyə belə düşünürsən? Birinci yəni ədəbi mövzu olsun, ondan sonra Aha. qaçışıb olanlara belə. Yaxşı fikirdir. Bəs Fuad, səncə? أنا أظن أولا اللغة الفصيح أي يتعلق بالقرآن. أولا وضع اللهجات. قبل القرآن الكريم هل اللغة العربية كانت موجودة؟ نعم. الأعراب يتكلمون مختلف بماذا؟ بمختلف اللهجات أو بمختلف اللغات؟ لهجات؟ قبل القرآن لا. باللهجات. لا. لطيفة؟ هل العرب قبل القرآن بماذا كانوا يتكلمون؟ باللهجات أم باللغات؟ لهجات birinci. باللهجات؟ نعم. Ben böyle bir şey işte. Aha, buyur. Ləhcələr şey Yusif oldu zaten. Bir-birinin başa düşülür.
Yani ortalığa geldiğinde neyle çözülürse anlayan anlamında olur. Ümumiyyətlə o dilin yaranmasında, ümumi dilçilikdə belə bir tendensiya var ki, belə nəzəriyyələr var ki, dil necə yaranır? Əsas onu ümumiləşdirsək, Allah Teala bəxş eləyir dini insan bəşəriyyətə, insanlara və yaxud da qeyri-dini cərəyanların gəldiyi nəticə budur ki, müxtəlif təkamül prosesi nəticəsində dil yaranır. Birinci qırıq-qırıq səslərdən və s. təbiətdən alınan müəyyən təsirlər nəticəsində sonradan gəlib bir dil olub. Amma biz müsəlman olaraq dilin də Allah Təbarək və Teala tərəfindən yaratıldığına inanırıq. İnanmamız üçün də əsas var. Quran-ı Kərimdə Allah Təbarək və Teala buyurur ki, وَعَلَّمَ آدَمَ الْأَسْمَاءَ كُلَّهَا Allah Adəmə bütün isimləri öyrətdi. Belə bir ayə var. Maraqlı, mövzumuz get-gedə daha da maraqlı olur. Deməli, xəyal deyir ki, birinci şeylər yaranır. Ərəb ədəbi dili yaranır. Ondan sonra ləhcələr yaranır. Aynı günün bugündə də yaranır. Amma onunla razılaşmayanlar var. Elə deyil, var. Var deyir ki, yox, birinci ləhcələr yaranır. Elə deyil. Aha. Demək, burada iki dənə söz ortaya çıxır. Ləhcə, lüğətun. Lüğətun, ləhcətun, lüğətun. Ləhcətun da bir sözdür, lüğətun da bir sözdür. Birini də mən əlavə edeyim, lisanu. Oldu üç dənə. Lüğətun, ləhcətun, lisanu. Görürsən, bunlar nə olan şeydir? Bəlkə belə deyək, kənəl arabu yetəkəlləmunə bilisani. Kənəl arabu yetəkəlləmunə bilüğətin. Kənəl arabu yetəkəlləmunə biləhcətin əv ləhəcət. Maraqlan olur. Məsələ burasındadır ki, yoldaşlar, ləhcə sözü də, lüğətun sözü də, lisanun sözü də hamısı eyni şeydir. Ərəblər Qur'an-ı Kərimin nazil olduğu dövrdən əvvəlki dövrdə cahiliyyə dövrü adlandırırıq da biz o dövrü. Yeri gəlmişə bu məlumatı da verim. Cahil sözü biraz ağır sözdür. Həmin dövrdə ərəblərin şairləri də var idi, onların bir dəyərləri də var idi, onların müəyyən mədəniyyəti də var idi. Yəni, cahil dediyimiz zaman onların bütün bunlardan məhrum olunduqlarını nəzərdə tutmuruq. Yəni, onlar İslamla müqayisədə İslamı bilmədikləri üçün İslamdan cahil idilər, İslamdan bir xəbər idilər. Aydındır. Amma o dövrdə şeir də yazırdılar, onların özünə məxsus dəyərləri də var idi. O xalqı, İslam dövrü ilə müqayisədə o dövrdə cahiliyyə dövrü adlandırırıq. Bu o demək deyil ki, o dövrdə yaşayan xalq tamamilə heç bir qeyd olması dəyəri olmayan bir xalq idi. Yox, əsla bu belə deyil. Bunu da düzəltmək lazımdır. Siz o dövrün ədəbiyyatını, o dövrün tarixini oxuduğunuz zaman görəcəksiniz ki, orada da çox gözəl nümunələr var. Amma İslam dini ilə müqayisədə, İslam dininin əhkamlarından, dəyərlərindən bir xəbər dövrü olduğu üçün cahiliyyə dövrü adlandırılırdı həmin dövr. Həmin dövrdə də bu dil, danışıq dili mənasında daha çox elə lisan istifadə olunur. Hətta Quran-ı Kərimdə də Allah bilisanin arabiyyin mubin deyir. Bilisanin arabiyyin mubin. Bilüğətin arabiyyetin demir. Bilisanin arabiyyin mubin. Yəni bu dil sözü cahiliyyə dövründə daha çox istifadə olunurdu. Və eyni zamanda da Sami dillərin başqalarına da baxdığımız zaman görürük ki, o Sami dillərin başqalarında da hələ lisan dil mənasında istifadə olunur. Bir qədər dəyişmiş bir formada. Deməli, lisan da eyni şeydir. Lisan eyni zamanda da bizim o dilimizdir. Yəni, bədən üzvümüz olan o orqanın adı da lisandır. Lisanın dil mənasında istifadə olunmasına başqa harda rast gəldik? Məsələn, məşhur bir ərəbin izahlı lüğəti var. Lisanul Arab. Bak görsən, o da lüğətul Arab yox. Lisanul Arab. Onun özü də bir nədir? Bəli, və əsərdir ki, bəli, ərəb dili mənasında burada istifadə olunur. Ləğə, yəlğu kimi istifadə olunan feildən əsli bu feil olan lüğətün kəlməsi söz, danışmaq deməkdir eyni zamanda da.
ləhcə sözünün özü də elə dilin ucu deməkdir. Həm dil mənasını verir, həm də dilin ucu mənasını verir. Bax, buradan da o qənaətə gəlirik ki, lisan sözü də, ləhcə sözü də, lüğətun sözü də, bunların hamısı eyni mənaya dəlalət eləyən kəlimələrdir. Və ilkin başlanğıcda ünsiyyət vasitəsi kimi ortaya çıxan, yaranan dilin adı müəyyən dövrdə lisan, müəyyən dövrdə ləhcə, müəyyən dövrdə də nə adlanır? Lüğətun adlanır. İndi müasir dövrdə biz bunu fərqləndiririk. Ləhcə dediyimiz zaman o dialekt nəzərdə tuturuq, amma lüğətun fasihatun və ya da lüğətun fusha dediyimiz zaman isə ərəb ədəbi dilini nəzərdə tuturuq. Məsələ burasındadır ki, konkret bu suala cavab verək. Əvvəl dil yoxsa ləhcələr? Əvvəl bir dil var idi. Buna da daha çox həmin dövrdə lisan sözündən sonra ləhcə deyilirdi. Ləhcənin özü də dilin ucu dil deməkdir. Necə ki, lisanun dil deməkdir. Ləhcə sözünün mənası nədir? Biraz sonra mən sizə o məlumatları da təqdim edəcəm. Lisan sözü ilə eyni məna daşıyaraq dilin ucu dil mənasını ifadə eləyir. Deməli, o vaxtı ərəblərin danışdıqları dil həm də ləhcə, həm də yox, hələ ləhcə adlandırılırdı və onlar da burada nəyi nəzərdə tuturdular? Bu ünsiyyət dilini nəzərdə tuturdular. İndi sizlərdən kimsə klassik ərəb, daha doğrusu ənənəvi ərəb qrammatikasını oxuyursa, mütaliə edirsə, orada da bəzən filan qəbilənin ləhcəsində ifadələri qeyd olunur ki, orada da onların danışdığı dil nəzərdə tutulur. Yəni, dialekt nəzərdə tutulmur. Dialekt deyil. Yaxşı, hansı əvvəl oldu? Ədəbi dil, yoxsa ləhcələr? Əlbəttə ki, ədəbi dil elə ləhcələrdən yaranır. Ləhcə dediyimiz o danışıq dilindən yaranır. Bəzən mən dərsdə də bu sualı tez-tez verirəm. Əvvəl qrammatika yaranıb, yoxsa dil yaranıb. Bir çoxu düşünmədən deyir ki, əvvəl qrammatika yaranıb. Çünki qrammatika olmasa necə dil yarana bilər? Bir qədər düşündüyümüz zaman görürük ki, yox, doğrudan da bu ola da bilməzdir axı. Məsələn, bizim uşaqlarımız evdə dünyaya gələndən sonra necə dil açırlar? Qrammatika ilə mi öz dillərini öyrənirlər? Yox, mümkündür. Deməli, qrammatikanı bilmədən də dili öyrənmək mümkündür, amma vaxt çox aparır. Qrammatika ilə dili öyrənmək yeri gəlmişkən, özünüz də bunu bir düşünün, sınayın, daha az vaxt aparır. Neysə, mövzumuz uzanmasın. Bu da belə bir məsələdir. İlk dəfə sual verəndə, insan bu sualla ilk dəfə rastlaşanda o saat ağlına gəlir ki, o ədəbi dil daha samballı bir şeydir. Yəni, o birinci yaranmış ola bilər. Ləhcə biraz zəifdir də. Ondan süzülüb ləhcələr yarana bilər. Yox, əslində ərəb ədəbi dilinin əsası məhz o ərəblərin danışdığı müxtəlif dildir. Deməli, beləliklə, lil-ərəbi kənət ləhəcədun müxtəlifətun və mütənəvviətun fil asril cahili və kədəlikə fil asril islami aydan. Və min hədihil ləhəcət كانت هناك لهجة عاشت إلى يومنا هذا وهناك لهجة ماتت ما تطورت وما وصلت إلى عصرنا هذا. Yəni bu müxtəlif ləhcələrin içərisində də elə ləhcə oldu ki, o daha artıq yaşaya bilmədi, öldü. Amma elə məşhur ləhcələr var idi ki, onlar bugün ərəb ədəbi dilinin formalaşmasında da rol oynadılar. Deməli, ərəblərin İslamdan əvvəldə, cahiliyyə dövründə də danışdıqları bir dil var idi. Bu dil ümumişlək bir dil deyil idi, yəni vahid bir dil idi. Müxtəlif qəbilələr, hər qəbilənin özünə məxsus, indiki ifadə ilə desək, ləhcələri var idi. Və bir müddətdən sonra bu ləhcələrin eləsi oldu ki, ümumiyyətlə yaşamadı, tələf oldu, getdi. Eləsi var ki, sonradan ümumişlək ərəb dilinin formalaşmasında mühüm rol oynadı, onun bir tərkib hissəsi oldu. Yaxşı bilir ki, Qureyş ləhcəsi də bu ləhcələrdən biridir. Daha sonra isə Qurani Kərim nazil oldu. Qurani Kərim nazil olanda da bir ləhcə üzərinə nazil oldu. Bax, bu da maraqlı bir sualdır. Axı deyirik, o vaxtda ərəb ədəbi dilindən dili yox idi, o ləhcələr idi. Hələ deyir, amma məşhur ləhcələr var. Getdikcə bu istər-istəməz çox ləhcələrdən az ləhcələrə, daha sonra isə bir ləhcəyə gəlib çıxdı.
Əvvəl dediyim kimi çox idi. Sonra bunlar ən məşhurları qaldı. Daha sonra isə bu günləri ərəb ədəbi dilində bir ləhcə var. O da ərəb ədəbi dilidir. İndi mən buna bir dəqiqə ona görə rahat deyə bilirəm ki, artıq mən sizə izah elədim. Ləhcə dedikdə də elə dil nəzərdə tutulur. Bax, burada da belə bir hədis var. Yəqin ki, hamınız eşitmisiniz. لَقَدْ أُنْزِلَ هَذَا الْقُرْآنُ عَلَى سَبْعَةِ أَحْرُفٍ فَقْرَؤُوا مَا تَيَسَّرَ مِنْ Bu Qur'an-ı Kərim 7 hərf üzrə nazil olmuşdur. Onlardan hansı sizə aslən gəlirsə onu da oxuyun. Bax, bu 7 hərfi izah eləyən üləma o qənaətə gəlir ki, burada həm də nə nəzərdə tutur? O ərəb ləhcələri nəzərdə tutur. Siz buradan gedəndən sonra bu da sizin üçün bir maraqlı bir mövzu. Araşdırın, bir yazın. İnternetdə qoy çıxsın o nümunələr qarşınıza ki, bu qədərmi fərqlənir fərqli ləhcələrdə okunan Quran, fərqli qiraətlərlə okunan Quranlar bir-birindən bu qədərmi fərqlənir? Bəli, fərqlənir. Görəcəksiniz ki, o fərqlər var. Və bəzən də sizə gələcək ki, bəzi qiraətdə i oxunur, o birisində ə oxunur. Misal üçün deyirəm bunu, nəysə konkret bir yeri nəzərdə tutmadan. Bu o qədər də çətin bir şeydir. O vaxt ki, ərəbə elə deyərdilər ki, burada i yerinə ə oxuda. Yox, bu o qədər asan bir məsələ deyil. Fikir verin, bizim cənubda, şimalda yaşayan həmvətənlərimizə, onların bəziləri bəzən uzun illər gəlib paytaxtda yaşayırlar, amma o i, onu düzəldə bilmirlər. Misal üçün, mən bir tələbə yoldaşım var idi, o yerinə u deyirdi, o yerinə o deyirdi. Biz həmişə ona zarafatla deyərdik ki, harada o demək istədin, orada o deyilən, harada o demək istədin, o deyilən, düz çıxacaqsan. Yəni, bu sadə bir məsələ deyil. Yəni, tək kəslərə gəlməsin ki, i-nin, o-nun dəyişikliyi ilə məsələ həll olunur. Bəli. İdən, mən illəzi vada'a ləhəcətil arabiyyətə və arafna min cəvabi həzə sual ənəl ləhəcət kənət müxtəlifə واللغة العربية الفصيحة أو الفصحى تشكلت من تلك اللهجات المختلفة. Buradan da bir qənaətə gəldi ki, təkcə birinci dil, ədəbi dil, sonra ləhcələr yaranmayıb. Məhz elə ləhcələr daha sonra isə bu ləhcələrin bazasında ərəb ədəbi dili təkmilləşib formalaşıb. Əl-ləhəcətul arabiyyətu. Əl-nəşəhətil ləhəcətu في اللغة هل نشأة اللهجات في اللغة العربية وظهورها كان أمرا قديما أم حديثا؟ هذا سؤال مهم أيضا. الأخت معصومة، ما المقصود بهذا السؤال؟ Ərəb dili ləhcələri, ərəb dilindəki ləhcələr zafirdə olur. Meydana çıxıb yəni köhdədən, yəni müasir zamandan yayılıb. Bəli, bəli. Məna budur. Yəni, bir qədər də redaktə eləsək, yəni, ərəb dilindəki ləhcələrin ortaya çıxması, meydana çıxması, yaranması qədim bir problemdirmi, yoxsa müasir bir problemdirmi? Aha, bax, bu da vacib sual. Əslində, biraz əvvəl biz bu haqda artıq məlumatlarımızı dərinləşdirməyə başladıq. Lətfə xanım deyir ki, müasir problemdir. Hə, Lətfə xanım? Amrun hadithun. Amrun yeganə. Səncə necədir qızım? Müasir problemdir ləhcələr yoxsa qədim? Məncə qədimdən. Biraz əvvəl biz elə bundan danışdıq. Danışdıq ki, ləhcələr elə müasir dövrdə ortaya çıxan bir şey deyil. Elə ləhcələr olub, tarix boyu olub. Daha sonra isə o inkişaf daha doğrusu hələ ərəb ədəbi dilinin də, ərəb ədəbi dilinin dili də müxtəlif, o məşhur, daha çox kök salmış, daha çox özünü təsdiq eləmiş, varlığını qoruyub saxlaya bilmiş, sırmanmış, tanınmış ləhcələrdən o ərəb ədəbi dili yaranmışdır. Amma indi biz fərqləndirəcəyik ki, bu müasir dövrdə bu ləhcə məsələsi, o qədim dövrdəki ləhcə məsələsi ilə eynidir ya eyni deyil, bunların arasında fərq var. Yəni, bugünlər deyək ki, Əmirlik ləhcəsi, Misir ləhcəsi, İraq ləhcəsi, o vaxtı Qureyş ləhcəsi, Huzeyl ləhcəsi və yaxud da başqa ərəb qəbiləsinin ləhcəsi ilə eyni şey idimi? Onların fərqini də anlamağa çalışacaq. Nam. İdən,
هل نشأة اللهجات في اللغة العربية وظهورها كان أمرا قديما أم حديثا؟ قلنا هذا أمر قديم، ولكن نحن نشاهد اختلاف اللهجات المختلفة في اللغة العربية في عصرنا الحديث أيضا. قبل قليل أشرنا إلى هذا الموضوع. لسان، جمع اللسان ألسن، وكذلك ألسنة مختلفة، ألسن مختلفة، لسان هذا مفرد، وهذه الكلمات هذه المفردات ماذا؟ جمع. لسان العرب أشرنا إلى اسم عنوان هذا الكتاب أيضا، وقلنا هذا كتاب مشهور ويستخدم في اللغة العربية، ودائما نحن نعتمد عليه في المسائل الكثيرة. وهذا لسان عربي مبين، وهذا من القرآن الكريم. قبل قليل تحدثنا عن هذا. وقبل قليل أيضا أشرنا إلى كلمة لغة، وهذه الكلمة أصلها من أي فعل؟ لغى، يلغو، لغو. وكذلك بهذا المعنى فعل آخر أيضا يستخدم في اللغة العربية، وما هو؟ حكى، يحكي، حكاية. Və bu həkə sözü özü də danışmaq deməkdir. Hətta bəzi ərəb ləhcələrində var. Təhki Arabi deyir. Təhki Arabi, Təhki Arabi. Tətəkəlləmu bil-lüğətil arabiyyə, bu ərəb ədəbi dillədir. Təhki Arabi və bəzi ləhcələrdə də Təhki Arabi, Təhki İraq ləhcəsində xüsusilə deyilir ki, Təhki Arabi deməli dil sözünün yarandığı əsası təşkil edən də bu fiillər. El-lugatu el-lehcetu. Limâze summiyet el-lugatu bi-lehcetin? Biraz evvel biz dedik ki lügat sözüyle lehçe sözü sinonimdir. Aynı manada istifade olunur. Ve hunaka sual. Limâze summiyet el-lugatu bi-lehcetin? Ustaz Ekrem, ما المقصود بهذا السؤال؟ لماذا سميت اللغة بلهجة؟ ما المراد بهذا السؤال؟ لا Kim tercüme ediyor? Ben üzürsem adınızı yazdan soruşuyorum. Rövşen müəllim, siz sual başa düşmez ümumiyyətlə. Ləhcədə deyil necə almaq? Aha, aynen. Limaze ne için? Summiyet adlandırılmıştır. El-lugatu dil bir lehcetin lehçe. Niye dile lehçe değilir? Niye değilir ki? Niye bu ad verilir ki? Demedik ki biz qədimdə də bu lehçe sözü dil mənasında istifadə olunurdu. Şimdi onu izah. Ekrem müəllim, هل بإمكانكم أن تقرأوا هذا النص؟ نعم. تفضل. سميت اللهجة بهذا الاسم نسبة إلى اللهج. إلى اللهج. إذن سميت اللهجة بهذا الاسم نسبة إلى اللهج. هناك كلمة ما هي؟ لهج. لهج يعني نسبة إلى هذه الكلمة. اللهجة من اللهج. لنرى ما هو اللهج. واصل. وهو اللسان أو طرفه. إذن ماذا نعرف؟ نعرف أن اللهج هو lisan أو طرفه. Demek lehç sözünün özü de ya dil demektir ya da dilin ucu demektir. Bak burada ilellehç ve huve el-lisan أو طرفه. نعم أكمل. ويرتبط بالمعنى اللغوي للهج بالأمر. Lehece bil emr danışmak demektir. أي أولع به Aha. واعتاده. Ve ya'tadehu. Bu danışmak manasını verir. Tamam. لذا اللهجة هي طريقة في الكلام واللغة التي جبل عليها الإنسان واعتادها ونشأ عليها. نعم. وهي فرع عن اللغة الأم. عن اللغة Deməli, ləhcə özü də ana dilinin bir şöbəsidir, bir qoludur. Niye bir qolu değil, özü değildir? Çünkü biz biraz evvel dedik ki bu ləhcələrdən yarandı ana dil. Yani təkcə bir ləhcə
bir ana dil ola bilməz. Bu ana dilin özünü təşkil edən ünsürlərdir. Naam, مثل اللهجة المصرية المصرية أو أو الشامية الشامية. وتتميز بصفات صوتية ومفردات خاصة ببيئة ببيئة جغرافية أو اجتماعية معينة. معينة. نعم، اللهجات يختلف بعضها عن الأخرى بماذا؟ بصفات صوتية ومفردات خاصة ببيئة جغرافية أو اجتماعية معينة. نعم. هل اللهجة شيء واللغة شيء آخر؟ نحن قمنا بالرد على هذا السؤال. إذن سنتكلم باللغة العربية فقط. فؤاد، أجب عن هذا السؤال رجاء. هل اللهجة شيء واللغة شيء آخر؟ نفس الشيء. نعم. قبل قليل نحن عرفنا هذا المعنى، أليس كذلك؟ وقلنا اللهجة واللغة نفس الشيء، ولكن هذا الانسجام ليس في العصر الحديث. قديما كان هكذا بنفس المعنى. اللغة واللهجة كانت بمعنى واحد، ولكن في عصرنا الحديث عندما نقول اللهجة نقصد شيء آخر، وعندما نقول اللغة ونقصد شيئا آخر، أليس كذلك؟ Qədimdəydi bu belə. Ləhcə deyəndə, dil deyəndə də ləhcə başa düşülür, amma müasir dilimizdə, müasir ləhcə deyəndə artıq nə başa düşülür? Misir ləhcəsi, Küveyt ləhcəsi, İraq ləhcəsi və s. O diyalekt başa düşülür. ننتقل إلى سؤال آخر. إذا قمنا بالرد على هذا السؤال. أم كلاهما نفس الشيء؟ قلنا كلاهما نفس الشيء كان في الزمن القديم، ولكن في العصر الحديث نحن علينا أن نفرق بين اللهجة واللغة، لأن الكل من الممكن أن لا يفهموا هذا المعنى. Müasir dövrdə biz əgər ləhcəni dili ləhcə kimi istifadə eləsək, hamımızı başa düşməz. Çünki hamı dilin tarixini bilmir axı. Və bilməməlidir də. Yəni bu dilçilər, dil tarixini öyrənənlər bu məsələlərdən xəbərdar olurlar. Məl farqu beynəl lisan vəl ləhcəti vəl lüğəti? Kim bu sualı tərcümə eləyər? Kimdən soruşam? Rövşən müəllim. Dille lehçe arasında fark. Aha, bu üç şeyin arasındaki fark nedir? Məl farqu beynəl lisani vəl ləhcəti vəl lüğəti. Biraz əvvəl biz bu mərhələlərə toxunduq. Bildik ki, bəli, eyni mənada həm lisan sözü müxtəlif dövrlərdə, həm ləhcə sözü, həm də lüğət sözü istifadə olunmuşdur. Aha, nə'ti iləl əs'ilətil muhimməti ciddən. Təallümül ləhəcət. Təallümül ləhəcət. Xəyal nə deməkdir? Ləhcələri öyrənmək. Naam, ləhcələri öyrənmək. Həl minəl vacibi ən nətəalləmə ləhəcətil arabiyyətə? İlhami? Bil-lüğəl arabiyyə. Bize vaciptir mi bütün lehçeleri öğrenmek? Naam. Bazen Bil-lüğəl arabiyyə? أحيانا. أحيانا. أحيانا من الواجب. من الواجب أن نتعلم اللهجات العربية. وأنت فؤاد؟ هذه المسألة تتعلق بمهنتنا. مثلا نحن نتعلم أو مثلا لغة القرآن لا نحتاج اللهجات، ولكن أنا أسافر بعض الدول والعربية. نعم واجب. إذن وصلنا إلى هذه النتيجة، تعلم اللهجات واجب. اختيار ماذا تقول أنت؟ باللغة العربية نحن لا نفهم إلا اللغة العربية. Yani muhim olan yani işle bağlı yani. بعمل. بعمل. مهم لمترجم. على المترجم أن
يتعلم اللهجات العربية المختلفة. يوسف أنت ماذا تقول؟ نفهم فهمنا القرآن حديث عندما نخرج ببلد العرب معه نتكلم بس. نعم نعم هكذا جيد جيد نعم. تكلم. خلاص هذا. أحسنت. أنت خير. أحيانا واجب أحيانا ليس واجبا. ليس واجبا. لماذا ليس واجب؟这不是挨的，我可能会在差不多 No. Devam Getmişsən sən ediyor. Tavsiye edebilirim. Başa Amma başa düşür. Bax bu da vacib suallardandır. Görürsən, ərəb ölkələrində yaşayan hamı ərəb ədəbi dilini başa düşürmü? Məsələ burası başa düşmür. Yani sorayım. Ben bir yerde okumuştum ki diye hatta 1400 yıl ondan bakıyorum ki bundan qabaq olan ərəb kitablarında hansı bir ərəbə versin bir rahat okuyabilir. Yox. Öyle bir şey yok. Konkret. Nə ola bilər ki, sən hər hansı bir ərəb ölkəsinə gedəsən, başlayıb ərəb ədəbi dilində danışasan, düzdür, fikrini çatdıracaqsan, o sənin hardasa başa düşəcək, amma başa düşmədiyin də çox şey olacaq. Bu bir. İkincisi qaldı ki, bu biraz güzəşt olunması məsələdir. Yəni, bu cavabı belə qəbul etmək olar ki, sən ərəb ədəbi dilində danışsan, səni hardasa başa düşəcəkdir. Amma təhsili olmayan ümumiyyətlə ərəbcə düzgün oxuya bilir. Yəni, ərəbcə oxumaq, bilirsiniz, bu nə vacib məsələdir. Başqa dillərdə məhdud sayda hərfi bilməklə o dildə yazılmış ədəbiyyatı başa düşməsən də oxumaq olar. Misal üçün, ana dilimizdə olan bütün hərfləri bilməklə biz bir ərəb bir həftə ərzində bütün hərfləri öyrənsin, ondan sonra başlayıb bizim dilimizdə yazan bütün kitabları oxuya biləcək. Amma 28 ərəb hərfini bilməklə nəinki qeyri-ərəb, ərəblərin özləri də bütün kitabları oxuya bilməz. Oxuya bilməz deyəndə necə oxuya bilməz? Düzgün. O sözlərin sonunu, hal əlamətlərini ifadə eləyərək, çünki bunların hamısı qrammatik qaydalarla əlaqədar olan, bağlı olan bir məsələdir. Belə çıxır ki, ərəbcə düzgün oxumağı bilmək üçün ərəb hərflərindən əlavə ərəb qrammatikasında bilmək lazımdır və belə geniş söz ehtiyatına malik olmaq lazım. Bizim ana dilimizdə olan kitabları oxumaq üçün geniş söz ehtiyatına malik olmaq vacib deyil. O cümlədən qrammatikanı bilmək də vacib deyil. Belə deyil. Ana məktəbdən uşağı götürdü cümləsini Azərbaycanca yazıb bir ərəbə və yaxud da ingilisə bizim hərfləri öyrətir, o düzgün də oxuyacaq. Amma zəhəbət əl-ummu bi-tıflihə iləl-beyti cümləsini bu şəkildə təhsili olmayan ərəb də oxuya bilməyəcək, təhsili olmayan qeyri-ərəb də oxuya bilməyəcək. Na'am. İdən هناك نقطة مهمة. قلنا ليس الكل يعرفون اللغة العربية الفصحى. من الممكن أن نسافر إلى بلد عربي ما ونجد من لا يفهمنا عندما نتكلم باللغة العربية الفصحى. الأخت معصومة، هل من الواجب أن نتعلم اللهجات العربية؟ واجب. واجب. ولكن مشكلة صعبة. واجب. لطيفة. يعني واجب نتعلم اللهجات العربية لأن نفهم الشعب العربي. نفهم الشعب العربي. نعم. الأخت مريم. عندما نسافر إلى بلاد عربية إذن واجب علينا، وهكذا عندما نعمل أي مجال مثلا مجال التجارة إذن واجب. ولكن فقط أدرس وأدرس بالتدريس ليس واجب.
Aha, naam. Yani Baxın, bu çox vacib məsələdir. Əgər biz gəzməyə getmək istəyiriksə, ərəb ölkələrindən birinə və yaxud da ticarət məqsədi ilə getmək istəyiriksə, çox vacibdir. Çünki o ticarət adamlarının böyük əksəriyyəti elə ləhcədə danışacaq və eyni zamanda biz gəzməyə getmək istəyəndə istər-istəməz onların o tarixi yerlərinə, falanına, sərhəd bölgələrinə səfər eləyəcəyik. Elə yerlər var ki, abidələr məhz oralarda yerləşir. Orada görəcək ki, xalqla nəsə ünsiyyət qurmaq istəyirik. Biz ərəb ədəbi dilində danışanda elə deyirlər ki, biz Quran oxuyuruq. Bax, belə xalqla da rastlaşanlar var. Amma onlarla bir dil tapmaq üçün ədəbi yox, ləhcədə danışmaq lazım gələcək. Və bir də fikrimi sizə çatdırmaq üçün belə bir misal çəkir. Hər hansısa bir lətifəni, elə Azərbaycan dilində olsun, ədəbi dildə bütün o şəkilçilərinə, orfoepiya qaydalarına riayət edərək danışsaq, o bir məzəli alınar. Hə? Təsəvvür edin ki, hamısı bütün o duyğu işarələri ilə o birisindən danışırıq. Hə? Deməli, məsələ burasındadır ki, bir belə səmimi ünsiyyət qurmaq üçün, bəzən zarafat eləmək üçün o rəsmiyyətdən uzaqlaşmaq lazım gəlir. Ləhcələr də bizə bunu verir. Ləhcələr bizə səmimi, bir də qeyri-rəsmi ab-hava yaradır. Deməli, buradan elə gəlir ki, əgər biz gəzməyə getmək istəsək bir yerə, ticarət məqsədi ilə bir ölkəyə, ərəb ölkələrinə bir səfər eləsək, ləhcələri bilmək bizim işimizə yarayacaq. Həm xalqla dil tapacaq, həm də bir səmimi və rəsmiyyətdən uzaq danışmaq lazım gələndə məhz ləhcələrlə fikrimizi ifadə edəcək. Misal üçün, bir ərəblə oturub söhbət edirsən, axırda deyirsən ki, Əl-culusu ma'akə kənə rayəğən. Bu gözəl səslənir. Yaxşı kitablarda da yazılır. Amma bir də var ki, qayıdıb bana deyəsən ki, Əl-qə'də viyyək, həlu. Hə? Fikir verin nə qədər fərq var. Əl-culusu ma'akə rayəğən. Bu, sizinlə bir yerdə oturmaq möhtəşəbdir. Bir var belə deyəsən, o dil dolaşacaq, bəlkə yanına gəlməyəcəksən, nətəri, görürsən o kitab, ədəbi kitablarda necə yazılır belə, suala necə cavab vermək olar. Amma qayıdıb deyəcək, istəsən ki, Əl-qə'də və yəkə həlu, ya habibi, əntə əhlə, əhlə əntə. Amma ürəyindən olacaq və bir qədər də olacaq, vəziyyət dəyişəcək. Deməli, amma tədrisə getsən, təhsil almağa getsən, dərs deməyə getsən ərəb ölkələrinə, ləhcəni unutun gətirə. Çünki orada təhsildə ləhcədə danışa bilməyəcəksən. Birdən danışmaq istəsən, hə, Eşən mənim? Tədrisdə ləhcə ilə danışmaq. Danışmaq Problem yoxdur. Hə, Əskər müəllim, birdən tədrisdə ləhcə ilə danışmaq istədik. Mümkün deyil. Mümkün deyil. Baba, bu ən sərrast cavabdır. Çünki ləhcə məişət dilidir. Orada ancaq yatmaq, qalxmaq, yemək, o birisi, bu birisi qutardı. Da həkimə gedib, həkim mənim xəstəliyimə bir diaqnoz qoy demək istədim, diaqnoz sözündə artıq ləhcədə diaqnoz sözü yoxdur. Təşxis sözüdür, bu ancaq ədəbi dilinin sözüdür. Və yaxud da mühəndislə gedib bir layihəni müzakirə eləməli olsan, orada nə əl-qə'də və yək filanca sözləri yoxdur. Orada artıq deməli ədəbi dil elmin dilidir. Ləhcə də məişət dilidir. Məişətdə də o elmi məsələlər müzakirə olmadığı üçün ümumiyyətlə o ləhcə bu fikirləri ifadə edə bilməyəcək. Və buradan da irəli gəlir ki, ləhcəni öyrənmək lazımdır. Amma bu sizi qorxutmasın. İnanın ki, bir neçə aya istənilən ölkənin ləhcəsini öyrənmək mümkündür. Ona görə ki, bir o sözdür. Sadəcə o cəmaatla 1-2 ay ünsiyyətdə olmaq lazımdır ki, onların o gündəlik yemək, içmək, nə bilim, gündəlik onlar çox işlənən sözləri necə deyirlər, onu öyrənəsən. Və biraz da eləyəndən sonra görəcəksin ki, onlar hansı feil formalarından daha çox istifadə edirlər. Yeri gəlmişkən, misal üçün, mən deyirəm ki, Əl-qahvatu tuşrabu sabahən. Tuşrabu. Burada nə işlətdim? Feilin məchul mövünü işlətdim. Əl-qahvatu tuşrabu sabahən. Ərəb
ləhcələrində isə daha çox feilin məchul növünün bu qaydasından istifadə olunmur. O müvafiq babdan, infial babından istifadə olunur. Məsələn, inşarab içildi. El-qahva tinşirib sıbahan. Yəni qəhvə səhər içilir. Aydındır. Məsələn, oxuyuram bir dənə cümləni, deyirəm ki, "Hədihil cümlətu la tuqra'u." Bu cümlə oxunmur. Kserkopiyadan çıxmış, nüsxəsi çıxarılmış bir vərəq verirlər mənə, misal üçün deyirəm. Böyle baxıram, görürəm hərflər pozulub, deyirəm ki, "Hədihil varaqatu la tuqra." Əv hədihil cümləlu la tuqra. Bu cümlələr oxunmur. Amma ləhcədə deyəndə, ərəb deyir ki, "Hayl cümləl matan qariyə." Hayl cümləl matan qariyə. İnfial. Və o saat o qara feilini deməli, ərəb ləhcələrində feili məchul növdə istifadə etmək üçün infial babından daha çox istifadə olunur. Aydındır? Bax, və bunları öyrənməklə bir-iki dənə belə o ləhcədə daha çox hansı üsuldan istifadə olunur, üsulları öyrənməklə, bir o sözü öyrənməklə bu işdə bitir. Deməli, ləhcələri öyrənmək lazımdır. Bu heç vaxt sizi qorxutmasın. Ləhcələri öyrənməyin kitabı yoxdur. Biraz sonra bundan da danışacağım. Nə də dərsliyi, dərs vəsaiti yoxdur. Məşhur. Ləhcə özdə belə bir şeydir, gün-gündən də inkişaf eləyə bilir. Ünsiyyət vasitəsidir. Tez-tez dəyişir. Sadəcə onun ən yaxşı öyrənməyin yolu, biraz məsələləri qabaqlamayaq, çünki bununla bağlı da bizim slaydımız var. Həmin o dövlətdə çox yox, 2-3 ay yaşamaqla sən bütün ləhcələri biləcəksən. Mən öz şəxsi təcrübəmdə də bunu gördüm. Yəni, mənim tələbə yoldaşlarımdan biri 3 ay ərəb ailəsinin içərisində qalmaqla 3 aydan sonra yerli cəmaatdan da yaxşı ərəb ləhcəsində danışır. Yəni, bu belə bir. Dediyim kimi də mən əsaslandırdığım fikirdir. Burada çox sözdən söhbət getmir. Elm dəryadır. Elmin hər sahəsinin özünün terminologiyası var. Amma ləhcə məişət dilidir, ünsiyyət dilidir. Sən istəsən də məişət dilində elmin hansısa bir sahəsindən danışa bilməyəcəksən. Düzdür, bəzi şəkilçiləri, bəzi daha çox istifadə olunan ara sözləri gəlib salacaqsan elmi dildə danışarkən öz nitqi və. İdarələrdə belə bir ifadə də formalaşıb. Lüğət ləhcətul musaqqafin. Bir var, əl-amiyyə. Əl-amiyyə odur ki, hamının, kütlənin danışdığı bir məişət dili. Amma ləhcətul musaqqafin odur ki, müəyyən bir zümrə var ki, onlar nə ədəbi dildə danışmırlar, nə də ləhcədə danışmırlar, ortada danışırlar. Bir də var, məhz sırf ərəb ədəbi dili. Bəli, bu suala biz artıq cavab tapdıq. Həl minəl vacibi ən nətəalləmə ləhcət əl-arabiyyə. Ərəb ləhcələrini öyrənmək lazımdır? Bəli, lazımdır. Niyə? Çünki belə bir çətin vəziyyətə düşə bilərik. Gedərkən bizi başa düşməyə bilərlər. Amma bu, mən sizə deyim ki, bu sizin gözünüzü qorxutmasın. Bu çox aşağı parizdir. Nadir hallarda sizin qarşınıza çıxa bilər ki, doğrudan da sən ərəb ədəbi dilində danışırsan, o heç nə başa düşmür. Bu ya uşağı olacaq, yəni orta məktəbə getməmiş, və yaxud da çox yaşlı bir adam olacaq ki, təhsildən müəyyən qədər də uzaq qalıb, falan eləyib, o sizi başa düşməsin. Amma orta nəsil aşağı yuxarı bizimlə danışdığımızı biləcək. Və bir də nəzərə almaq lazımdır ki, bu 20-dən yuxarı olan ərəb dövlətinin hər birində televiziya, yazılı mətbuat, tədris, universitet, hamısı məhz ərəb ədəbi dilindədir. Ərəb ədəbi dilindədir. Ona görə də ərəb ədəbi dilini bilmək lazımdır birinci növbədə. Və bu müəyyən qədər çox vaxt aparır. Sistemli tədris tələb eləyir. Amma ləhcələrə gəldikdə isə, ləhcələri öyrənmək üçün bir neçə ay o ləhcədə danışan ərəb vətəndaşı ilə, ərəb ölkələrindən birinin vətəndaşı ilə ünsiyyətdə olmaq və yaxud orada yaşamaq kifayət edir. Yavaş-yavaş onu götürəcəksin. Misal üçün, biraz əvvəl mən sizə Misir ləhcəsindən nümunələr çəkdim. İndi başqa Küveyt ləhcəsindən. Mən bunları xüsusi olaraq öyrənməm. Sadəcə olaraq bu ərəblərlə olan ünsiyyətimdən yadımda qalan sözlər. Irakda uzun müddət yaşamışam. Amma başqa mən görürəm ki, hansı ölkənin
Ərəb ölkəsinin vətəndaşına bir müddət ünsiyyətdə olandan sonra onu öyrənmək olur. Hətta sizə deyim ki, sizin qarşınıza elə adamlar çıxacaq ki, onlar ləhcəni ədəbi dildən yaxşı bilirlər və yaxud da daha da tez öyrənirlər. Çünki həm azdır onun materialı, qısa vaxtda öyrənmək olur. Mən bəzən heyrətə düşürəm və sosial şəbəkələri açıb izləyəndə görürəm 1001 xətası var danışığında, amma fikrini çatdırır da ləhcədə. Elə də gözəl danışır ləhcədə. Araya Azərbaycan sözləri salır, bəzi sözləri dəyişir falan edir, amma görürsə ki, bunu öz başına öyrənibsə, deməli bu ləhcə belə bir şeydir. Asan öyrəndə bilən bir şeydir. Mən bir müəllim kimi görürəm 90 dəqiqə tələbənin qarşısında ayaq üstə durub bir mövzunu, izafət mövzusunu anlatmaq üçün biz nə çətinlik çəkirik. Amma ləhcədə o izafət mənalı ifadələri, söz birləşmələrini bizim bəlkə də orta təhsili olmayan və yaxud da ancaq orta təhsili olan həmvətənlərimiz çox gözəl də ifadə edirlər. Deməli, ləhcə sizi gözünüzü qorxutmaz. Bəli, hər ərəb ölkəsinin öz ləhcəsi var, özü də hər ərəb ölkəsinin içərisində də onlarla ləhcə var. Səhv eləmirəmsə, məsələn, bir İraqda 50-yə yaxın ləhcə var. Bağdad ləhcəsi, Küfə ləhcəsi, Nəcəf ləhcəsi, Kərbala ləhcəsi və s. Hətta Bağdadın öz içərisində belə Azamiyyə məntəqəsinin ləhcəsi, Kazımiyyə məntəqəsinin ləhcəsi. Bunlar nə deməkdir? Bunlar ola bilər təbii bir hal. Bunun qarşısını almaq da olmur. Mən bəzən qeyri-peşəkarları görürəm, bu məsələni müzakirə edirlər ki, gəlin bunun qarşısını alaq, qoymayaq heç kəs ləhcədə. O mümkündürmü? Ola bilməz belə bir şey. Və yaxud ləhcə sənə nə edir ki? Ləhcə dili korlamır, ləhcə bir ünsiyyət vasitəsi. Daha sadə, daha başa düşülən, daha qeyri-rəsmi bir ünsiyyət vasitəsidir. Bunun qarşısı, bu elə bir dalğadır ki, təbii məsələdir. Bunun qarşısını almaq olma. Təbii heç nəyin qarşısını deyil. Nə qədər suya qarşı sərglər filanlar zatlar da diksək də, bəzən o sel gələndə heç nəyə bax. Yəni, bu da elə bir şeydir. Bu ləhcənin qarşısını almaq obyektiv səbəblərdən mümkün deyil. Nam. هل من الواجب أن نتعلم اللهجات العربية؟ نعم، من الواجب أن نتعلم اللهجات المختلفة. كم يستغرق تعلم اللهجات من الوقت؟ كم يستغرق من الوقت؟ يستغرق يعني وقت أول. لا، من الممكن أن نقول إذا سافر أحدنا إلى بلد عربي وعاش في ذلك البلد على سبيل المثال ثلاثة أشهر أو أكثر من هذا أو أقل من هذا، من الممكن أن يستطيع أن يتكلم باللغة العربية بلهجاتها. من الممكن هذا. ننتقل إلى سؤال آخر. كيف نتعلم اللهجات؟ Nedir burada? Aysel Hanım. ما فائدة تعلم اللهجات العربية؟ Ərəb ləhcələrinin faydası nədir? Ərəb ləhcələrinin öyrənilməsinin faydası nədir? Biraz əvvəl bu faydalardan danışdıq ki, bunlara görə ərəb ləhcələrini öyrənmək olar. Necə öyrənəcək? Necə öyrən? Necə öyrənək bu ləhcələri? Keyfə nətəalləmü ləhəcətil arabiyyə. Biraz əvvəl bundan da biz danışdıq. Dedik ki, bunun hər hansısa bir dərsi yoxdur. Bəzən elə kurslardan da müraciətlər olur ki, müəllim, gəlin ərəb ləhcələrini öyrətək. Yəni, belə bir kurs təşkil edək. Mənə elə ki, dəyməz buna görə bir kurs təşkil eləməyə. Və yaxud da filan yerdə ərəb ləhcələrini öyrətək, gedim orada öyrənim. Çünki siz təsəvvür ki, gedib orada İran ləhcəsini öyrənsiniz, o ləhcə Misirdə işlənməyəcək. Və yaxud da hepsin. Ona görə ərəb ədəbi dilini öyrənməyə vaxt sərf eləmək lazımdır. O birisi ləhcələri ünsiyyət vasitəsi ilə öyrənmək mümkündür. Belə bir söz də var, ərəb ləhcələrindən hansı ərəb ədəbi dilinə yaxındır? Düzdür. Mən təcrübəsiz vaxtlarımda eşitmişdim və yaxud da oxumuşdum ki, Şam ləhcəsi daha yaxındır.
ərəb ədəbi dilinə. Sonra gördüm ki, yox, İraq ləhcəsi daha yaxındır ərəb ədəbi dilinə. Sonra ərəblərin özündən soruşanda gördüm, hər ərəb deyir ki, bizim ləhcə ərəb ədəbi dilinə daha yaxındır. Belə hallar var. Amma maraqlı burasındadır ki, elə ləhcə var ki, o ləhcəni bütün ərəblər başa düşür. Elə ləhcə də var ki, o ləhcəni ancaq müəyyən ərəb ölkəsi başa düşür. Mə hiyəl ləhcə alə səbilil misal. Yəni, həsəbə rəyikum əntum. Mə hiyəl ləhcə əlləti yəfhəmuhə cəmiyyəul ərəb. Mən yuridu ən yücibə alə həzə sual liyərfə yədəhu. خارجية أنت تفضلي مريم. خليجية خليجية، لهجة الخليج، فالعرب كلهم يفهمونها. لماذا؟ يعني لا يوجد أي فكرة ولكن أسمع كثيرا هذه الكلام. نعم. أكرم. اللهجة المصرية اللهجة وبعدها الشامية. لماذا العرب كلهم يفهمون اللهجة المصرية؟ ما السبب؟ لأن مصر أكثر تطورا في مجال التلفزيون، أفلام، ثقافة وبعده الشامية أظن. نعم. بعده ممكن خليجي. نعم. من عنده فكرة أخرى؟ روشا، هل عندك فكرة في هذا الموضوع؟ ما هي اللهجة التي يفهمها جميع العرب? Bütün Ərəblərin başa düşdüyü ərəb ləhcəsi hansıdır sizcə? Hangisi? Xəliciyyə. Niyə? Daha Sizcə rahatlıqdır mı burada əsas? daha başa düşülən anlaşılan. Amma Siz Özbək dilində danışa bilirsiniz? başa düşürəm ama. Tam başa düşürsünüz. Hiç değil yani. Bəs siz Özbək dildə başa düşürsünüz? Türk değil Ya. onlar. Ha, Türkçə Türk deyil. dildə. Niyə Başa başa düşməz. Başa düşürəm. Mesela şimdi Merakeş Erebi eşim başa düşürəm. Aha. Bax, burada Körfəz ərəblərinin danışdığı ləhcə, biz buna ləhcətül xəlic deyirik də. Çox rahatdır, çox asandır, çox başa düşüləndir. Misir ləhcəsi isə kifayət qədər ərəb ədəbi dilindən uzaqdır. Çünki orada təkcə sözlərin dəyişməsi ilə iş bitmir. Orada hərflər dəyişir. Məsələn, qaf hərfi ə kimi tələffüz olunur. Məsələn, sən mənim ürəyimsən demək istəyirəm ki, əntə qalbi ərəb ədəbi dilində. Amma misirlə deyir, əntə əlbi deyir. Əlbi. Cim kim mesela. Cim, gim məsələsi var. Yəni, sözlər dəyişdir. Amma buna baxmayaraq, bütün ərəblərin başa düşdüyü ləhcə, Əkrəm müəllimin də dediyi kimi, Misir ləhcəsidir. Amma səbəb Misirlilərin daha çox oxuyub yazan olması ilə əlaqədar deyil. Nə də Xəlic ləhcəsinin başa düşülməsinin əsas səbəbi onların neftinin çox olması deyil. Bəs nədir? Bu televiziya vasitəsi. Siz bilirsiniz ki, bugün hal-hazırda bax, Birləşmiş Ərəb Əmirlikləri olsun, elə Xəlic, Körfəz dövlətləri olsun, Ərəb dövlətləri olsun, bir çoxu türkcə başa düşür, amma danışa bilmir. Türkcə başa düşür, amma danışa bilmir. Belə bir şey yaranır. Niyə? Çünki hal-hazırda məşhur türk serialları, özü siz şahid olmuşsunuz ki, nə qədər güclü də çəkilir. Tamaşaçını özünə cəlb eləyə bilir o seriallar. Onların böyük əksəriyyəti, ən məşhurları Ərəb ölkələrində də nümayiş olunur. Özü də üstdən türkcə gedir, altdan yazılar gedir. Bunlar hər gün o səsi eşidirlər. Altdan da oxuyub mənasını gedirlər. Və eyni zamanda da Türkiyənin turizm sahəsində də inkişaf etmiş olması, bir çoxlarının orada da o imkanlardan da istifadə etmələri, bunlar bir-birini tamamlayır, onlar bu dili öyrənməyə artıq başlayırlar. Məhz bunlar burada da Misir qabaqdadır. İndi son dövrlərdə başqa Ərəb ölkələri də seriallar və s. çəkirlər, amma hardasa 20 il bundan qabağa qədər
o əyləncəli televiziya proqramları olsun, seriallar olsun, bunların böyük əksəriyyəti, özdə ən keyfiyyətliləri məhz Misir tərəfindən ixrac olunurdu. Və Misir ləhcəsində ixrac olunurdu. Fikir verin, biz Türkiyəlilərin dilini daha yaxşı başa düşürük. Amma ömür boyu Azərbaycanda yaşayan bir Türkiyə ilə, Azərbaycanlı ilə ünsiyyət qurmamış Türkiyəli türk bəzən onu başa düşə bilməz. Çünki eşitməyib baxa Azərbaycanca sözlər. Və bizdə hardandır bəs bu Türkiyəlilərin türkçəsini daha yaxşı başa düşmək qabiliyyəti, bacarığı? Televiziya. Bugün də bax, ərəb ölkələrinin içərisində mən deyərdim ki, sualı konkret qoysaq ki, ən yaxşı, ən doğru, ən dəqiq başa düşülən ləhcə hansıdır? Misir ləhcəsi. Niyə? Çünki Misirdə əyləncəli, diqqət cəlb edən, tamaşaçını özünə cəlb edən verilişlər daha çoxdur və bunlar da bütün ərəb ölkələrində nümayiş oldu. Amma asanlıq baxımından mən də tamamilə razıyam ki, Körfəz ərəblərinin danışığı daha asandır, ədəbi dilə daha yaxındır. Bax bu nüans da var. Keyfə netəalləmul ləhəcətil arabiyyə qablə qalil əcəbnə an həzəs sual. اللهجات العربية نشأتها تطورها وشكلها الحديث. Biz bu haqda danışdıq. Yəni necə təşəkkül tapıb və hatta necə inkişaf eləyib və bugünkü müasir vəziyyəti nədir? Müasir vəziyyəti ondan ibarətdir ki, müxtəlif ərəb ləhcələri var, hamısı da bir-birindən fərqlənir. Amma bünövrə kök nədir? Ərəb ədəbi dilidir. Yekunlaşdırırıq slaydımızı. El-ləhəcətul arabiyyətu qasaisul ləhəcət el-arabiyyə. Bax, ləhcə sözünün sinonimləri var. El-lüğətul yevmiyyətu, yəni el-lüğə əlləti nətəkəlləmu bihə yevmiyyə. Minəl mümkün ən nəqul bədələn anil ləhəcət el-lüğətul yevmiyyə əv el-lüğətul ammiyyətu əv el-lüğətul ictimaiyyətu. Yəni daha çox məişətdə danışdığımız bir. Bax, bu ifadələrlə biz ərəb ləhcələrini ifadə edə bilərik. Kimsə sizə sorsa ki, həl tətəkəlləmu bil-ammiyyətil arabiyyə, ammiyə, yəni ləhcə demək. Qədimdə olan ləhcələrə ləhcə demək düzgündür, sözsüz ki. Amma bugünkü ləhcələrə ləhcə deməkdənsə, ammiyə demək daha yaxşı, doğrudur. Çünki biraz əvvəl də mən sizə verdiyim məlumatlardan da bir daha aydın oldu ki, ləhcə ilə dil deməkdir də. Amma ammiyə dil demək deyil. Ammiyə məhz o ərəblərin bu günləri məişətdə istifadə elədikləri ünsiyyət vasitəsidir. El-lüğətul yevmiyyətu və yaxud da el-lüğətul ammiyyətu. Xasais el-ləhəcət, ləhcələrin xüsusiyyətləri. اختلاف صوتي تحدثنا عن هذا الموضوع وكذلك اختلاف صرفي وكذلك اختلاف دلالي. قبل قليل أشرنا إلى هذه الموضوعات الثلاث. تتنوع اللهجات العربية صوتيا وصرفيا ودلاليا نتيجة التطور اللغوي والعوامل الجغرافية، حيث تشمل الاختلافات الصوتية، نطق الحروف، الإمالة، التفخيم، والاختلافات الصرفية، صياغة الجموع، أوزان الأفعال، إبدال حروف العلة، بينما تتعلق الاختلافات الدلالية بتباين معاني الكلمات أو استخدام مفردات مختلفة للدلالة على نفس الشيء مما يعكس ثراء اللسان العربي. Deməli, bu haqda biz biraz əvvəl məlumat verdik. Dedik ki, ərəb ləhcələri arasında fərqlər nədədir? Ya səslərdə, ya morfoloji xüsusiyyətlərdə və yaxud da mənalarda. Bir söz bir ləhcədə bir məna, başqa bir yerdə isə başqa bir məna verə bilir. Bu haqda da biraz əvvəl danışdığımız üçün müfəssəl məlumata lüzum yoxdur və gəldik əsas məsələyə, dərsin daha çox praktik tərəfinə. لنشاهد نماذج مختلفة من اللهجات العربية المتنوعة. Ne demekti bu? Kim başa düştü? İhtiyar.
Yüsendu. Tabii bir Müşahede. Bir müşahede edilik. Edek. Edek. Bir müşahit. Nemazic. Numunelik. Numune. Numunelerde. Muhtelif numune. Muhtelif numuneleri minel lehtercil arabiyen Arap lehterlerine. Ərəb ləhcələrindən. Bəli, artıq gəldik. Biraz uzun danışdıq ərəb ləhcələrindən və qeyd elədik ki, ərəb ləhcələri qədimdən bəri mövcud olub. Məhz o ləhcələrin əsaslarından, öz varlığını qoruyub saxlaya bilənlərindən ərəb ədəbi dili formalaşıb və bugün artıq müasir dövrümüzdə bir neçə ərəb ədəbi dili yoxdur. Vahid bir ərəb ədəbi dili var. Amma ləhcələr çoxdur. Hər xalqın, hər ərəb dövlətinin özünə məxsus ləhcəsi var. Biz buna gündəlik danışıq deyirik, əl-amiyyə deyirik və bunlar da bir-birindən fərqlənir. Bu haqda da biz kifayət qədər danışdıq. İndi gəlin, bugün mənim sizə gətirdiyim digər nümunələrə baxaq. شلون خاشوقة الشفاء خلي لك عطشان؟ خلي لي بس خاشوقة واحدة. خاشوقة واحدة شنو؟ انت تستاهل اكثر. هاي وحدة وهاي اثنين وهاي ثلاثة. ايه ازقطهم قليل شكر. قلت لك خاشوقة واحدة صار يلعب النفس. هو طلب خاشوقة شكر وحدة. وانا صرت شعيم وخليت له 3 خواشي. قلت خطيه حتى الشاي يصير حلو. صار هنا وتفاجأت انه الشاي ابد ما عجبه وما راح يشربه اصلا. ايه هو هذا بالضبط المبدأ المعاملتك للناس. لازم كل واحد تعطيه على قد قدرته الذوق. وهنا اني ما جاي اقصد الشاي، يعني اقدم للشخص الشيء اللي يستحقه واللي هو عايده من عنده. بدون زياده وكرم وشيء هو ما طلبه منك. تدري ليش؟ لان بالاخير انت اللي راح تكون غلطان. هو ما طلب انتظار زايد. Kim buradan nə başa düşdü? Yadınızda qalan sözlər nə oldu? Məsələn, burada keçsə deyirlər, xa deyirlər qaşlığa. Milağaqatun. Fikir verin nə qədər böyük var. Milağaqatun hara, xaşuqə hara. Xaşuqə. İşkəmdir. İşkəm. Bu kəm sözüdür. Müxəllilək deyir. Yani sen için acayip atım. Müxəllilək. İşkəm xaşuqə, şəkər müxəllilək. Ne kadar şey. Bak. Görürsün. مخلي أما كمل عادة أضع أو أصب لك سكرا على سبيل المثال. Yani arabada bir dilinde aşağı yukarı böyle ifade elemek o var. Sonra burada bir söz var işledirdi. Ala geddi. Alhamged. Ala ged. Bu hecim demektir. Burada danışır ki ben bir de tezden ona bakacağım. Ben ümumi mənanı sizə tərcümə edeyim. Videonun əvvəlində biri o birindən soruşur ki, sənin üçün nə qədər çay var, şəkər töküm? Deyir ki, 1 qaşıqdır. Bu da 3 qaşıqdır. O birisi də içəndə kəddən artıq şirin gəlir. Deyir, ya bu nə qədər mənim üçün çayıma şəkər qatmışdır. Sonra izah edir axırında ki, burada bir ibrətamiz mesaj var cəmiyyətə ötürülmək istəyir. Deyir ki, o məndən 1 qaşıq şəkər istədi. Mən də səxavətli bir insanam. 1 yox, 3 qaşıq elədi. Hər insana deyir, öz həciminə görə, öz qabiliyyətinə görə deyir, müamilə edin, yaxşılıq edin. Yəni siz öz şeyinizdən, öz təşəbbüsünüzlə belə elədiyiniz zaman ortaya da belə bir nəticə çıxacaq. Gəl bir də o kəlmələrə fikir verək. خاشوقة الشفاء خلي لك عطشان. خلي لي بس. Xəllilək. Bakın xəllilək. Gəl xaşuqə şəkər xəllilək. Nə qədər sənin üçün? Xəllilək, yəni valağa kəliməsinin ləmtəzə qarşılığıdır. واحدة. خاشوقة واحدة شنو؟ انت تستاهل. Şino deyir. Məzə deməkdir. Məzə. Şino ləhcədə, İraq ləhcəsində. Şino məzə deməkdir. Xaşuqə şino. Yəni Məhiyəl məl'aqa. Ərəb ədəbi dilində bir qaşıq nədir? Demək olar. Sonra bir başqa söz də deyir. Ente testahil əksar. Bu testahil sözü də işlənir. Kim eşidir bu sözü?
İstahakka fiilidir bu Arap dilinde olan. Testahikku. Ente testahikku ketiran. Sen daha çokuna layıksın. Ha? Ama lehçede nedir? Ente testahil aksar. Ente testahil aksar. Stahil. Testahil aksar. وخاشوق شنو؟ أنت تستاهل أكثر. ما هي الملعقة؟ أنت تستحق كثيرا. كبيرا هذا بدنا المقايسة ده نقدر فاهم. هاي وحدة وهاي اثنين وهاي ثلاثة أزقدم قليلة شكر. Hay jged mi halil şaka? Jged. O jged sözü var. Bu da lehçe sözüdür. Kem demektir. Ama her yerde istifade olunmuyor. Başka Arap lehçelerde bu giddeş kimi istifade olunur. Giddeş. Jged Irak'ta, başka ülkelerde ise giddeş kimi istifade olunur. مثل خاشوقة صار يلعب بالنفس. Bak. İki. Gidlek. Gidlek. Bu aslında qultu leke demektir. Bak biraz evvel ben dedim bir müddet Arap ülkesinde yaşamak kifayetdir ki biz lehçeleri öğrenək. Burada neyi öğrenəcəyik? Hem o bir oy sözü öğrenəcəyik. Aynı zamanda da bəli, onlar bir fiili necə işlədirlər? Məsələn, qitlək, onlar qısaltdılar. Qultu ləkə. Qitlək. Hani qitlək. Qitlək. Bunu öğrenəndən sonra Ərəblər bir başka fiili o cür qısaldanda anlayırsan ki bu qalə fiilinin başına getirdikləri işi bunları getirirlər. Buradan bunu yadda saxlayırsan. Aydın olur? Yəni demək, yaşamaqla biz həm yeni sözləri öyrənirik, ləhcədə olan sözləri öyrənirik, həm də bir-iki yerdə onlar hansı fiili, hansı cür istifadə edirlər. Bunu biləndən sonra bəzən biz özümüzdə o qədər o beyin daxili, bizdəki o vərdiş o qədər inkişaf edir ki, bəzən heç eşitmədiyiniz sözü də ərəblərin işlətdiyi kimi ləhcədə işlətməyi bacarır. Ondan ki, bu da olur, təcrübədə sınanmış bir şey. هو طلب خاشوقة شكا وحدة وأنا صرت جريم وخليت له 3 خواشي قلت خطية حتى. Ani cinnet, cerim. Bak, kafı çır kimi tələbbiz edir. Ki böyledir. Digi o məndən bir qaşıq işlədi. Ani cinnet, cerim. Mən dedi, səxavətli bir adam idim. Ona görə də 3 qaşıq əlavə elədi. Onun çayına. Bak, ani, ana deməkdir. Ani. حلو. صار هنا تفاجأت إنه الشاي صار هنا ماذا حدث هنا demektir. صار هنا şey sual ərəzliyinin qarşılığıdır. Ləhcədə istifadə olunur. Sara fiili kâine fiilinin yerinə ərəb dilində, İraq ləhcəsində daha çox istifadə edilir. İstifadə olunur. ما عجبه ما راح يشربه أصلا. ما راح يشربها asla. ما راح يشربها asla. Yani bunu hiç içe bilmedi. Sonra Ərəb ədəbi dilində gələcək zamanı düzəltmək üçün nədən istifadə edirik? Ya sə ya da saufa. Yəni istifadə etməklə biz gələcək zamanı düzəldirik. Əzhəbu gedirəm, sə əzhəbu ya da saufa əzhəbu gedəcəyəm. Bir çox ərəb ləhcəsində, Körfəz ərəblərinin də ləhcəsində var, bu İraqda da var. Bu rah fiilini sə və ya da saufanın yerinə istifadə edirlər. Məsələn, deyir ki, raha ruh. Raha ya ruhu getmək deməkdir harasa. Raha ruh, mən gedəcəyəm deməkdir. Oldu. Raha şufək, mən səni görəcəyəm. Və ya da raha ktib yazacağım. Raha hissəciyi, saufanı ləhcədə əvəz edən bir. هذا بالضبط المبدأ المعاملة الناس. لازم كل واحد تعطيه على قد قدرته للذوق. Bak hareket. Deyir ki, hər kəsin öz zövqünə qədər verməlisən. Çox versən, sən səxavətli də olsan belə bu fəsad yaradır. لا أني ما جاي أقصد الشاي، يعني أقدم للشخص الشيء. Ki birisi de Ərəb dilində olan şayı da bu çay deyir. Yəni şığları da şığlaşdırırlar bu ləhcədə. استحقه واللي هو عايده من عنده. بدون زيادة وكرم وشيء هو ما طلبه. يعني تدري ليش؟ لأن في الأخير. Tedriliye bu Arapça fiilidir. Aslında bu şey dara
Yedri fiili ərəb ədəbi dilində də var, amma ərəb ədəbi dilində çox istifadə olunmur. Amma bu ləhcə sözü kimi tedri, ani, edri, mən bilirəm, sən bilirəm kimi istifadə olunur. Burada bir başqa maraqlı bir video var. Ona baxaq, burada bir çox ləhcələr var. بدل لا بتصير ركي 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 Fikir verin, müxtəlif ərəb ölkələri hərəsi qarpuza nə deyirlərsə özü öz dillərində deyirlər. Ərəb ədəbi dilində batdıyıqdır. İraqlılar raggi deyir, raggi. Yəni batdıyıq hara, raggi hara. Baştan fikir verin. بدل لا بتصير ركي ركي Bax təəccüb edir ki, belə deyirsiniz. ركي Raggi. قلت لك ثانية لكن كلها ليه تلاح بطيخ مال زول راجل زلمة ولا شاب رجال Ha, kişi sözü özü bir neçə ərəb ölkədə hərsi bir cür deyil. بير كسلان شو فلان اوكي Armuda nə deyirlər? جوز جاسم عمود Fikir verin. عمود Bəli, bax bu da belə bir tendensiya da var ləhcələrdə. Ləhcələrdə elə sözlər var ki, onlar heç ərəb dilində deyil. Ona görə də ərəb ədəbi dili Quran nazil olandan sonra çox da dəyişmir. Düzdür, bugünkü ərəb ədəbi dili də eyni ilə Quranın dili deyil, müəyyən qədər də fərq var, amma çox az dəyişir. Yəni ərəb dili artıq da o çox dəyişməyib, amma ləhcələr gün-gündən dəyişir. Nəyin nəticəsində dəyişir? Xalqların bir-biri ilə qaynayıb qarışması nəticəsində. Mən sizə deyim ki, bu Türkiyə türkçəsində olan şöylə böylə sözü var. İordaniyanın o ucqar kəndlərində şeylə belə kimi də istifadə olunur dildə. Bax gözü armud, dolma, sonra məsələn qaşıq sözü özü, qəhvə düzəldənə, çay dəmləyənə biz çayçı deyirik, misal üçün. Ərəb ölkələrində, xüsusilə də İraqda qahuçi deyirlər, qahuçi, yəni qəhvə düzəldən. Yəni dil, ləhcələr təkcə elə ərəb dilinin özündə sözlərin dəyişməsi nəticəsində ortaya çıxan bir şey deyil. Eyni zamanda da başqa xalqların o dilə, o ləhcəyə olan təsirləri fonunda da dəyişir. Başqa يا اما كنقولوا ليه درويد يا اما بقص على حسب المنطقة كمثرى ملك لبن südə, حليب 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 لبن حليب تقول عليه لبن لبن حليب لبن ملك لبن mən əminəm ki, sizdə ərəb dilini dəstəyənlər də bu şeylə üzləşmişsiniz. Ərəb kitablarında çox istifadə olunan ləbən. Ləbən əslində qatıq deməkdir. Həlib süd deməkdir. Amma elə bir ərəb ölkəsi var ki, orada süd də deyəndə ləbən deyirlər. Misal üçün, əgər Durusul Lüğətil Arabiyyə dərsliyində dərs keçən varsa, orada ləbən elə süd kimi mənasında istifadə olunur. Hə? İkisi bir yerde işte. Ləbən. زبادة Zəbədə. O daha çox şeydə işlənir. Ləbdə zəbəd. Bakın burada da onu qeyd edəcək. Zübədi. Görürsünüz, yəni eyni bir söz bir ölkədə bir məna verir, başqasında isə başqa məna verir. Biraz əvvəl də biz dedik ki, ləhcələr arasındakı fərq səs fərqləridir, dəlalət məna fərqləridir və bir də morfoloji fərqlər. يوغurت Yoğurt da deyirlər. يغرد Yoğurt. روبا Roba. Roba da var. Bayraqlılar زبادي zəbədini dedik. فولك Və İraqda o qatığa bizim o qatıq kimi dediyimiz o məhsula. Roba dedi, rob dedi, rob. رشيدة شوكة شطر Çatal, شطل çəngələn. اوكي اوكي شوكة فوق طعية شرانة
عربي متأكد؟ Özləri də, bunlar hamısı ərəbdir. Özləri də tərkib edirlər bəzən o ləhcələrdə sözlər arasında olan fərqlər. Glove box. الدرجة العربية. ودقة حبل السيارة çakmaça çakmaça طش مطش. çakmaça Bir başqa videoya baxaq. بطاطس. بطاطا. بطاطا. بطيخ. حب. Hab. أنا عجل. بسكليتة. ساكن. عربية. سيارة. سيارة. Arabaya. مصاري. يس. سماعي. جزء. أسانسير. أسانسير. Asansör. Məsəl yıxdı. شحاط. شوف. Şif. رز. Osman. سبحان الله اتفقنا على أيوه. İlk Ruza hamısı eyni şey deyirdi ki, Subhanallah ittifaqna ala kəlimə vahidə. Yəni sevinirlər buna bir əlbəttə ki, yumor məqsədən. Amma elə deyil, məsələn İraqda da timmən deyirlər dünya. Timmən istifadə olunur. Beləliklə, biraz uzun çəkdi dərsimiz. Mənim üçün çox xoş oldu. Dərsin əvvəlində də dediyim kimi, bu elə bir mövzudur ki, buradan danışdığımız hər bir məsələyə bir dərs həsr edib, uzun uzadı o haqda da danışmaq olar. Bugünkü dərsdə məqsəd o idi ki, siz nə bilirsiniz, biraz siz danışasınız. Amma bəziləriniz gördüm ki, danışmazda o qədər də həvəsli deyilsiniz. Amma növbəti dərslərdə əgər iştirak etməli olsanız, mütləq qarşınıza məqsəd qoyun ki, mən bu günləri bu dərsdə özüm də nəsə danışacağam. Çünki bu həm də sizin üçün faydalıdır. Bu dərsdə biz sizə həm də nəzəri məlumatları vermək istədik. Mənə elə gəlir ki, bu ləhcə haqqında sizdə olan bəzi suallar öz cavabını tapdı və bəzilərində siz gedib bundan sonra özünüz araşdıracaqsınız və bəzən də ləhcələrlə bağlı yazılmış kitabları oxuyanda daha yaxşı başa düşəcəksiniz. Bir dərsdə nə qədər sizə fayda verə bilərdiksə, əlbəttə ki, imkanlarımız daxilində bunu verməyə çalışdıq. Nəticə budur ki, ərəb dili çox gözəl dildir. Ərəb dili öyrənilməli dildir. Ərəb dilinin müxtəlif ləhcələri var. Ərəb ədəbi dilinə öyrənməyə daha çox vaxt sərf eləmək lazımdır. Amma ləhcələri də öyrənmək bir çox yerdə bizim işimizə yarayacaq. Ləhcələri öyrənmək üçün səfər etdiyimiz ölkədə bir müddət qalmağımız kifayət edir. Bu heç vaxt sizi qorxutmasın. Sizdə də kimsə gəlib ərəb dilini öyrənmək istəsə, desə ki, ay müəllim, mən bilirəm ki, ərəb dilinin ləhcələri var, bunların hamısını nə vaxt öyrənib qutaracaq. Onlara demək lazımdır ki, yox, sən elə ərəb ədəbi dilini öyrən. Gələcəkdə hansı ərəb ölkəsində yaşamaq istəsən və yaxud da o ölkənin vətəndaşları ilə ünsiyyət qurmaq istəsən, qısa vaxt ərzində siz bir-birinizi başa düşəcəksiniz. Çox nadir hallarda sən ərəb dilində danışa bilərsən, ədəbi dildə ki, səni heç başa düşməsinlər. Düzdür, çətinliklə də olsa, qarşındakı səni başa düşəcək. Və bir də belə bir məsələ var. Biz hər hansısa bir ərəb ölkəsinin ləhcəsini öyrənsək, deyək ki, mən bu günləri qarşıma məqsəd qoyub Misir ləhcəsini öyrənirəm, biz sabah gedib Misirlərlə daha rahat ünsiyyət qura bilir. Bir yüz tali ilə getirdi ki, mən Misirə yox, İraqa getməli olub. Onda bu şey, amma o vaxtı ərəb ədəbi dilini öyrənməyə sərf eləsək işə, bizim istirəcəyimiz bir şey olmayacaq. Məhz ərəb ədəbi dilini birinci öyrənmək lazımdır, daha sonra isə ləhcəni öyrənmək o qədər də vaxt aparan bir şey deyil. Burada mən mövzumuzu yekunlaşdırıram. Çox bir neçə dənə başqa videolar da var idi. Mənə də gəlir ki, bu qədər dərsin uzanması daha çox yorucu ola bilər və göstərəcəyim videolar da o qədər də faydalı olmaya bilər. Qoy qalsın, nə vaxtsa bu mövzunu bir də artsa, onda yenə danışarım. Amma mən çox istəyərdim ki, ola bilər ki, bu dərsə gələrkən sizin beyninizdə təkcə ləhcələrlə yox, ərəb dilinlə bağlı hər hansısa bir sual ola bilər və yaxud da mənim verdiyim məlumatlardan sizdə hər hansısa bir sual
yarana bilər. Buyurun, növbə sizin. Kimin sualı varsa, kimin sözü varsa buyursun.